Başqa xalqlarda sadəcə bir yaylıq olan ipək parça, Azərbaycanda əsrlər boyu qadın zərifliyinin, sevginin və ənənənin rəmzinə çevrilib. Kəlağayı yalnız başörtüyü deyil, hər naxışı bir mesaj, hər rəngi bir məna daşıyır. Onun ipək tellərinə toxunan ustaların əllərində tarix, mədəniyyət və incə sənət birləşir. Bu zəriflik əsrlərin dərinliklərindən bu günümüzə gəlib çataraq Azərbaycan kimliyinin ayrılmaz parçasına çevrilib. İpək kəlağayılar bölgələrə görə fərqli bəzəkləri ilə seçilirdi. Marco Polo xüsusilə Varda və Şamaxı kəlağayılarını bəyənmişdi. Kəlağayılar tünd və açıq rənglərlə boyanır, boyalar isə sumaq, zirinc, zəfəran, sarı kök, soğan qabığı və digər bitkilərdən əldə olunan təbii boyaq maddələrindən hazırlanırdı. Əsas rənglər qırmızı, ağ, mavi və firuzə idi. Keçmiş əsrlərdə qadın geyimində kəlağayı kimi atributları meydana çıxması Azərbaycanda ipəkçilik mədəniyyətinin inkişafı ilə bağlıdır. İngiltərə, İtaliya, Niderland və digər ölkələrdən gələn səyyahlar öz qeydlərində Azərbaycanın müxtəlif şəhərlərinin ticarət məkanlarında zərif və incə ipək qadın başörtüklərinə rast gəldiklərini yazmışlar. 2014-cü ilin noyabrında kəlağayının ənənəvi hazırlanması və geyinilməsi, onun simvolikası UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdi. Əsas element isə buta olmuşdu. Mütəxəssislər butanın mənasını fərqli izah etsələr də, çox vaxt onu əbədi həyatın simvolu kimi qəbul edirlər. İstehsalda əsas əhəmiyyətə malik olan möhürlər sərt ağacdan, qoz, armud ağacı və poladdan hazırlanırdı. Naxışlar parçaya basma naxış üsulu ilə vurulurdu. Bu texnika dünyanın digər yerlərində tətbiq olunan istik batika üsuluna bənzəyir. Hər bir naxış yalnız bəzək funksiyasını daşımır, həm də xüsusi məna ifadə edirdi. Sevgi etirafı, üzr istəmə və ya digər mesajlar ötürmək üçün istifadə olunurdu. 20-ci əsrin sonlarında qədim Baskal kəndində əl işi kəlağayı istehsalı texnologiyası yenidən bərpa edildi və burada kəlağayı muzeyi açıldı. Hazırda unikal ipək qadın yaylıqlarının istehsalı üzrə iki əsas mərkəz mövcuddur: Şəki və Baskal. UNESCO-nun qoruduğu bu incə sənət Azərbaycan qadınının zərifliyini və milli mədəniyyətimizin zənginliyini gələcək əsrlərə daşımağa davam edəcək.